Mənim qızım həm də məni böyütdü. Mən səbirli olmağı bacardım. Qabaq haqqımda kimsə nəsə danışanda, tutaq ki, efirdən kimsə nəsə atmaca falan atanda raketalarımı qaldırırdım. Amma indi elə bir şey yoxdur. İndi sadəcə olaraq baxıb keçirəm. Yəni, niyə də, bax, niyə görə mən çıxım kimlənsə mübahisə eləyim, əsəblərimi yorum. Zaten ömür o qədər qısadır ki, istəmirəm də belə boş şeylərə, əsəbə. Zaten hər birimizin özümüzə görə əsəbləşdiyimiz məqamlar da olur. Bir də durub kimlənsə boş yerə niyə ağız verim və yaxud nəsə. Doğrudan da dözümlü olmusan, tolerant olmusan. Səbirli olmuşam, yəni artıq səbirliyəm. Kimsə nəsə deyən edirəm, o əsas odur ki, o mənim üzümə qarşı onu deyə bilməz də. Yəni, əgər o arxamca onu danışırsa, o mənə aid deyil. Əvvəllər yox, kimsə deyəndə nəsə deyib, çıxırdım efirə, mən ona cavab verməyə çalışırdım falan filan. İndi elə deyil, indi çox sakitləşmişəm. Məryəm məni böyüdü və onun sayəsində səbirli olmuşam. Çox səbirliyəm, yəni hal-hazırdakı səbirimə özüm çox məhtəl qalmışam. Yəni, hər şeylə barışıram. Başqa nə öyrənmirsən Məryəmlə? Səbirli olmağı dedim. Yemək pişirməyi. O heç. Onun sayəsində. Dözümlü olmağı, hər şeyə deyinməməyi. Əvvəl hər şeyə deyinirdim. Evdə tapışqan biri belə qalanda deyirdim, bu niyə belə qaldı falan. İndi elə deyil. Umurumda olmur. Yəni. Çünki sənin evin aptek kimidir. Yəni xəstəxana təmizliyi var. Amma indi elə deyil. Yenə də təmizdir, amma hər şey, deyim ki, illa bu bunun üçün, bu boşqab bu boşqabın içində olmur.